Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Zahid Feyzi Liriklinin Sərçələr əlimə öyrəşib mənim şeiri. Sərçələr əlimə öyrəşib mənim, bir əlim işdədir, bir əlim cibdə. Kağızı dən görür sərçə gözləri, bükülür kağıza, gəzir son dəbdə. Ömrü nə uzunmuş bu sərçələrin, elə uşaqlıqda mən bəslədiyim, həmən çil sərçədi, yekə sərçədi, yolunu əlimdə dən gözlədim. Öz kölgəsindən ürkən sərçədi, bax yenə gözünü dikir gözümə, belə ovsunluyur, çəkir özünə, yalan deyirəmsə tüpür üzümə. Sərçələr əlimə öyrəşib mənim, bəlkə uşaqlığın günahı buymuş, bəlkə taleyimin öz qanunuymuş. Tamahkar sərçələr, acgöz sərçələr, mənim hesabıma elə doyaymış. Dünya bizi dənlər, biz kimi qardaş, dünya bizə gülür, biz kimə qardaş. Tamah ucbatından tutulsa bir gün, orada qayğı göstər sərçəmə qardaş.